Salam hər kəsə. Biz bu gün say sistemləri bölməsini öyrənəcəyik. Gəlin ilk olaraq bilək ki, say sistemləri nədir? Ədədlərin rəqəmlərlə ifadəsinə say sistemi deyilir. Riyaziyyatda rəqəm və ədəd anlayışları bizə məlumdur. Rəqəm biz bilirik ki, 0-dan 9-a qədər, yəni 9 da daxil olmaqladır. Ədəd isə 10 və ondan böyük olandır. Yəni məsələn 15, 25, 27, 38 və s. Say sistemlərində ədəd anlayışı yoxdur. Rəqəm kimi baxırıq. Məsələn, say sistemində buna biz 25 kimi baxmırıq. 2 və 5 kimi baxırıq. Yəni 2, 5 məsələn və yaxud belə ola bilər. 1, 4, 7, 1, 4, 7 kimi baxırıq. 147 kimi baxmırıq. Bundan başqa say sistemləri özü iki yerə ayrılır. Mövqeli və mövqesiz. Mövqeysiz say sistemləri adından da göründüyü kimi mövqeysizdir. Yəni mövqeyindən asılı deyil. Məsələn, bunlara Rum rəqəmləri aiddir. Baxın, burada belə yazaq. Burada məsələn, bu neçədir? Bu 11 deməkdir də. Burada da 9 deməkdir. Baxın, birincidə bu X hərfi də burada 10 mənanı ifadə edir. Bu da 1-i. Burada da 10 ifadə edir. Burada isə 1 ifadə edir. Ancaq böyükdən sonra kiçik gəldiyi üçün onlar toplanır. Ona görə 11 olur. Burada isə böyükdən əvvəl kiçik gəldiyinə görə çıxılır. Böyükdən kiçik çıxılır və 9 olur. Yəni mövqeyinə görə burada birinci yerdə durdu. Burada ikinci yerdə durdu. Birinci yerdə də 10'dur. İkinci yerdə də 10'dur. Yəni heç bir mövqeyi itmədi də. Yəni özü olduğu kimi qaldı. Amma məsələn burada 1.25 yazın. Bir də bura 52 yazaq. Burada 5 hansı mövqedə durub? Təklik mövqeyində durub. 2 isə onluq mövqeyində durubdur. Burada 2 təklikdə durubdur. Burada isə 5 onluqda durubdur. Gəlin baxaq. 5 ikinci yerdə duranda təklik mövqeyisindədir. Burada birinci yerdə duranda isə onluqdadır. Məsəl üçün 500, məsələn 62 olanda burada da təklik onluq, yüzlük 5, yüzlük olacaqdır. Yəni görürsünüz, mövqeyinə görə dəyişir onun. Mövqeyinə görə dəyişir. Təklik ola bilir, onluq ola bilir, yüzlük ola bilir. Bundan başqa bizdə say sistemləri var ki, onlar ikilik say sistemidir, 8'lik say sistemidir, 10'luq və 16'lıq say sistemidir. Bu say sistemlərində, məsələn, ikilik say sistemləri 2'nin özü olmayacaq, 8'likdə 8'in özü olmayacaq. Yəni ikilikdə məsələn belə olacaq 0 və 1. 8'likdə olacaq 0-dan 7'yə kimi 0, 1, 2, 3, 4, 5, 6, 7. 10'luqda olacaqdır 0-dan 9'a qədər 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 16'lıqda isə 0-dan 9'a qədər gələcək, daha sonra 10 olacaq, 11 olacaq. Biz bilirik axı say sistemində bayaq dedik ki, ədəd anlayışı yoxdur, rəqəm anlayışı var. Ona görə burada 16'lıqda 10, 11, 12, 13, 14, 15. Biz bunlara hərflər kimi baxacağıq. 10'a A deyəcəyik, 11'ə B deyəcəyik, 12'yə C, 13'ə D, 14'ə Y, 15'ə isə F deyəcəyik. Hər bir say sistemində onun özü, məsələn, ikilik say sistemidirsə 2 yoxdur. 16'lıqdırsa 16'nın özü yoxdur. Yəni burada çünki 0-dan başladığına görə elə onların sayı həqiqətən də 16 olur. Məsələn, ikilikdə baxın 0 və 1 var, sayı elə 2'dir. Amma 2'nin özü olmayacaqdır. Bundan başqa say sistemlərindən keçidlər var, bəzi çevrilmələr var. Gəlin onlar haqqında danışaq. Məsələn, 10'luqdan istənilən say sisteminə, yəni 2'yə, 8'liyə, 16'lığa və yaxud x istənilən bir say sisteminə keçən zaman böləcəyik, bölə-bölə. Gəlin buna nümunə göstərim. Məsələn, 21 verilibdir 10'luqdan. Bu arada biz say sisteminin ayağında belə yazacağıq və ikilik say sisteminə keçən zaman nə edəcəyik? Bölə-bölə keçəcəyik belə. 21'i böləcəyik 2'yə, düşəcək 10. Burada qalıq olacaq 1. 12'yə böləcəyik 5. Bura olacaq 10, 0. 5'i də 2'yə böləcəyik 2.
Bura 1. 2-ni də 2-yə böləcəyik. 0. Və sağdan qisməti götürəcəyik. Daha sonra isə qalıqları 1, 0, 1, 0, 1. Ayağında da 2. Yəni, ikili say sisteminə keçirildi. Məsələn, tutaq ki, 21-i mən 8-liyə keçirsəm, bu zaman 21 bölünsün 8 olacaq. 2 dəfə düşəcək 16 və burada 5 qalacaq. Cavabımız olacaqdır 2, 5. 8-lik say sistemində. Daha sonra, məsələn, 21-i gəlin 16-lığa keçirək. 10-luqdan 16-lığa. Bu zaman 21 bölünsün 16 olacaq. Bir dəfə düşəcək 16 və 5 qalacaq. Olacaq 1, 5. 16-lıq say sistemində. Məsəl üçün, bəzi testlərdə olur ki, başqa say sistemləri də olur. Məsələn, bunlar əsas say sistemləri deyil. Məsələn, 21-dən deyir, məsələn, 7-lik say sisteminə keçin. Bu zaman nə edirsiniz? 21-i bölürsünüz 7-yə, düşür 3 dəfə. Bura qalır 0. Cavab olur 3, 0. Məsələn, 7-lik say sistemində. Yəqin ki, bura qədər hər bir şey aydındır. Bundan başqa, biz, məsələn, 10-luqdan 2-liyə keçən zaman belə keçə bilərik. Bizə böyük rəqəm verilən zaman nə edə bilərik? Bu zaman, gəlin bir dənə bunu götürüm. Məsələn, 21-dən 10-luqdan 2-liyə keçəndə bir belə keçdik. Belə idi də. Gəlin bir dənə tez onu keçim. 1, 0, 1, 0, 1. Və yaxud da ki, belə eləyirik. Biz 2-nin qüvvətlərin hansılardır? 2 üstü 0, 1-dir. Nəyin üstü 0 olarsa bu 1 eləyir. 2 üstü 1, 2-dir. 2 üstü 2, 4-dür. 2 üstü 3, 8-dir. 2 üstü 4, 16-dır. 2 üstü 5, 32-dir və s. Belə davam edir. Biz 2-nin qüvvətlərini yazırıq sırayla sağdan sola doğru. 1, 2, 4, 8, 16. 32-ni yazmıram. Niyə? Çünki 21-in içində 32 yoxdur. Mən bunlara baxıram. Bunlardan hansını toplayan zaman mənə 21 verər. Mən məsəl üçün 16-nı götürərəm. 16-nın üzərinə 5 gələrəm, 21 eləyər. 5-i də almaq üçün hansıları toplamaq lazımdır? 4 və 1-i. Onların aşağısına da 1 yazaram. İstifadə etdiyim rəqəmlərin aşağısına 1, istifadə etmədiklərimə isə 0 yazaram. Bu da cavab olar 1, 0, 1, 0, 1 ikili say sistemində. Baxın, eyni cavabdır. Yəni, bu yolu da bilməyiniz, bu yolu da bilməyiniz sizin üçün avantajdır. Bundan başqa, yəni bunun daha böyük rəqəmlər verilə bilər ki, 10-luqdan 2-liyə keçən zaman. Bu zaman rahat yolla, bu yolla etmək olar. İndi isə gəlin 2-likdən, 8-likdən, 16-lıqdan və istənilən say sistemindən 10-luğa keçən zaman, 10-luq say sisteminə keçən zaman nə edirik onu öyrənək. Vura-vura keçəcəyik, vura-vura. Məsələn, ikili say sistemində 1, 0, 1 verilib və bunu istəyirik 10-a keçirək. Bu zaman nə edəcəyik? Bu zaman üzəri sağdan sola doğru nömrələnir. 0, 1, 2 nömrələyirik və buradakı birinci rəqəmi götürəcəyik, 1-i vuracağıq ayağa, yəni indeksə. 1 vurulsun 2 üstündə neçədirsə o yazılacaq. 1 vurulsun 2 üstü 2, üstə gəlinsin 0 vurulsun 2 üstü 1, üstə gəlinsin 1 vurulsun 2 üstü 0. Bu da eləyəcək 2 üstü 2, 4, 1-i də 4-ə vuranda 4, 0-ı nəyə vursaq 0, üzərinə gəlsin 2 üstü 0, 1 eləyir, 1-i də 1-ə vuranda 1. Bu da cavab olacaq 5. İndi digərlərini də bu qayda ilə gəlin keçək. Məsələn, 47, 8-likdən 10-luğa keçək. Bu zaman yenə sağ tərəfdən sola doğru üzəri nömrələnir. 0 və 1. 4 vurulsun 8 üstü 1. Üstə gəlinsin 7 vurulsun 8 üstü 0. Bu da eləyəcək 32. Üstə gəlinsin 8 üstü 0 1 eləyir. 7-ni də 1-ə vuranda 7 edir. Bu da olur cavab 39. Başqa məsələn, tutaq ki, indi A 5 olsun, 16-lıq say sistemində 10-luğa keçək. Yenə eyni qayda ilə üzəri nömrələnir 0 və 1. A biz bilirik ki, 16-lıq say sistemində neçədir? 10 deməkdir. 10 vurulsun 16 üstü 1, üstə gəlinsin 5 vurulsun 16 üstü 0. 16 üstü 1 16 eləyir, onu da 16-ya vuranda eləyir 160. 16 üstü də 0 eləyir 1, 5-i də 1-ə vuranda eləyir 5. Bu da cavab olur 165.
Daha sonra məsələn deyə bilərəm ki, məsələn 26 7'lik say sistemində çevrilsin 10'luq say sisteminə. Bu zaman yenə eyni qayda ilə üzəri 0 və 1, 2 vurulsun 7 üstü 1, üstə gəlsin 6 vurulsun 7 üstü 0. Bu da eləyir 14, üstə gəlsin 6, eləyəcək 20. İkilikdən onluğa keçmənin bir asan yolu da var. İndi onu da öyrədəcəm. Yəni o ikilik say sistemlərində keçərlidir. Çünki ikilik say sistemi bəzən böyük rəqəmlər verilir. Daha asan yolla həll etmək üçün. Məsələn, mən bu kiçiyi götürəcəm, elə burada yazdığımı götürəcəm, onun üzərində başa salım. Məsələn, bizə verilibdir 1, 0, 1. İkilikdən onluğa keçmək. Bu zaman nə edirik? 2'nin qüvvətlərini bayaq yazmışdım. 2'nin qüvvətlərini nədən başlayır? 1, 2, 4. Baxırıq. Nəyin aşağısında 1 yazılıbsa, məsələn 4'ün aşağısında burada 1 yazılıbdır. Deməli 4 götürülür. 2'nin aşağısında 0 yazılıbdır. O deməkdir ki 2 istifadə olunmayıb. 1'in aşağısında 1 yazılıbdır. O deməkdir ki 1'dən istifadə olunub. 4 ilə 1 istifadə olunub. 4 ilə 1'in də cəmi olur 5. Yəni cavabımız 5. Bunu belə kiçiklərdə bu qaydanı öyrənə bilərsiniz. Amma belə məsələn uzun bir şey verilən zaman yəni bu qaydadan istifadə edə bilərsiniz və doğru olacaqdır. İndi isə ikilik say sistemindən 8'liyə və 8'likdən ikiliyə keçməyi öyrənək. Məsələn, fərz edək ki, 1, 0, 1, 1, 0 ikilik say sistemindən 8'liyə keçmək istənilir bizdən. Bu zaman nə edirik? Bu zaman biz 3 ayıracağıq. Belə. Məsələn, 3'ə əgər çatmırsa, qarşısına bir dənə 0 əlavə edəcəyik. Yəni, bu həqiqətən də onun mənasını dəyişmir. Sona 0 əlavə olunanda mənası dəyişir. Yəni, cavab səhv alınacaq. Amma qarşıya 0 atmağımız, yəni onu cavabına heç bir təsir eləməyəcək. 3'ü ayırdıqdan sonra üzərinə yazırıq ki 1, 2, 4. 1, 2, 4. İndi baxırıq burada. Birinci tərəfə. Baxın, 4'ün aşağısı 1'dir, 2'nin aşağısı 1'dir. Deməli, 4 ilə 2'dən istifadə olunub. 1'in aşağısı isə 0'dır. Deməli, 1'dən istifadə olunub. 4 ilə 2'nin də cəmi olur 6. Sonra digərinə baxırıq. 4'ün aşağısında 0 var, istifadə olunmuyub. 1'in aşağısında 0 var, istifadə olunmuyub. 2'nin aşağısında 1 var, 2'dən istifadə olunub. Olur, cavab bu. 2, 6, 8'lik say sistemində. İndi gəlin belə yazaq. 2, 6'nı 8'lik say sistemindən ikilik say sisteminə çevirək. Bu zaman nə edəcəyik? Gəlib 2'ni, 6'nı belə yazacağıq və belə xət çəkəcəyik. Bura yazacağıq 4, 2, 1. Bunlardan hansını toplayanda məsələn 2 verəcəkdir bizə. Elə 2'nin özünü götürərəm də. Ona görə 2'dən istifadə etdiyimə görə aşağısına 1 yazacağım, digərlərinə 0 yazacağım. 6 olması üçün hansı rəqəmləri burada toplayaram? 4 ilə 2'ni. Ona görə aşağılarına 1 yazacağım. İstifadə etmədiyimə 0 yazacağım. Cavab olacaq nə? 0, 1, 0. Birinci buranı yazıram. Daha sonra da buranı başlayıb yazıram. Sonra da 1, 1, 0 ikilik say sistemində. Baxın, həqiqətən də bu eyni bir şey alındı. Gəlin indi ikilikdən 16'lığa və 16'lıqdan ikilik say sisteminə keçməyi öyrənək. Məsələn, 1, 0, 1, 1, 0, 1 ikilikdən 16'lığa keçək. Bu zaman nə edəcəyik? 4, 4 ayıracağıq. Əgər çatışmırsa, qarşısına 0 yazacağıq. Və üzərini nə yazacağıq? Üzərinə 1, 2, 4, 8, 1, 2, 4, 8 yazacağıq. Burada baxırıq. 8'in aşağısı 0 var. Deməli 8'dən istifadə olunmuyub. 4'ün aşağısında 0 var, istifadə olunmuyub. 1'in aşağısında 0 var, istifadə olunmuyub 1'dən. 2'nin aşağısında 1 var. O deməkdir ki 2'dən istifadə olunub. Deməli 2 bura olur. Burada isə 8'in aşağısında 1 var, 4'ün aşağısında 1 var, 2'nin aşağısında 0 var, yəni istifadə olunub. 1'in aşağısında 1 var, istifadə olunubdur. 8, 4, 2, 1'in də cəmi neçə eləyir? 8, 4, 1'in cəmi isə bizə verəcək 13'ü. 13 də 16'lıq say sistemində nə demişdik? Baxın, 10'a A demişdik, 11'ə B demişdik, 12'yə C demişdik, 13'ə D demişdik. Deməli, 13 olacaqdır. 13 belə yazıla bilməz, burada səhv olar. Ona görə yazacağıq bura D. Cavabımız olacaq 2D 16'lıq say sistemində. Gəlin indi 2D'ni 16'lıq say sistemindən
keçirək biz ikilik say sisteminə. Bu zaman nə edəcəyik? 2-ni belə yazacağıq. Deyə də bilirik ki, 16-lıqda 13-dür. Buraya yazacağım 13 və xəttimi çəkəcəm. Buraya yazacağım 8, 4, 2, 1. Bunlardan hansını istifadə edirəmsə, aşağısına 1, istifadə etmədiyimi isə 0 yazacağım. 0, 0, 2 var da. Bu 2-nin özünü istifadə elədim, 0. 13 isə almaq üçün 8-dən istifadə edəcəm, 4, 12, bir də 1-dən 13 eləyir. Burada 0. Olacaqdır cavab 0, 0, 1, 0, 1, 1, 0, 1. İkilik say sistemində. Baxın, bununla bu eyni alınmış oldu. İndi isə biz 8-likdən 16-lığa keçməyi və 16-lıqdan 8-liyə keçməyi öyrənəcəyik. Bu bayaq öyrəndiklərimiz elə tətbiq eləyəcəyik. Demək olar ki, yeni bir şey öyrənməyəcəyik. Məsələn, 8-likdə verilib bizə, tutaq ki, 47. Bunu 16-lığa keçməyimiz istənilir bizdən. Bu zaman birinci nə edəcəyik? 8-likdən biz keçməliyik birinci ikiliyə. Birbaşa 16-lığa getmək üçün yol yoxdur. İkilikdən də daha sonra 16-lığa keçməliyik. Gəlin necə? 47-ni 8-likdən birinci ikiliyə keçək. Bayaq öyrənmişik. Necə keçirdik? 4, 7-ni belə yazırdıq. Burada yazırdıq 4, 2, 1. Daha sonra bunlardan hansı istifadə olunurdu? 4-dən istifadə olunub 1, digərlərinə 0, 7-dən almaq üçün hər üçünə 1 yazacağıq. Oldu nə cavab? 1, 0, 0, 1, 1, 1. Nədə? İkilik say sistemində. İndi bu ikilik say sistemindən də 16-lığa keçməyi yenə bayaq öyrənmişik. Bu zaman isə nə edəcəyik? 4, 4 ayıracağıq. Çatışmayanda 0 əlavə edəcəyik və üzərinə nə yazacağıq? 1, 2, 4, 8. 1, 2, 4, 8. Burada olacaqdır cavab 2. Burada da olacaq 4, 2, 1, 7. Cavabımız olacaq 2, 7, 16-lıq say sistemində. Yəni, yenə deyirəm, birbaşa 8-likdən 16-lığa və 16-lıqdan da 8-liyə yol olmadığına görə 8-likdən gedərəm 2-liyə. 2-likdən də gedərəm 16-lığa. Bu da və yaxud tərsi 16-lıqdan gedərəm 2-liyə. 2-likdən də gedərəm 8-liyə. İndi gəlin, bu 2, 7, 16-lıqdan biz gedək 8-liyə. Görək 8-liyə gedəndə 4, 7-ni ala biləcəyikmi? Bir dənə gedək, baxaq. Burada indi kənardan yazacağım. 2, 7, 16-lıqdan 8-liyə keçmək üçün birinci 2-liyə gəlmək lazımdır. Daha sonra 8-liyə getmək lazımdır. 2, 7-ni 2-liyə keçmək üçün 16-lıqdan yazaq bura 8, 4, 2, 1. 2 almaq üçün nə yazmaq olar? 0, 0, 1, 0. 7 almaq üçün də 0, 1, 1, 1. Olacaq bu. 0, 0, 1, 0. 7 isə 0, 1, 1, 1. İkilikdə. İndi biz bunu 8-liyə keçmək üçün neçə yer ayırmalıyıq? 3, 3 ayırmalıyıq. Aha, burada qarşıda 0 lap tamamlasaq da 0 verəcəkdir də bu bizə. Üzərini nömrələyək 1, 2, 4, 1, 2, 4. Yəni heç bir qarşıda 0-ın olmağının heç bir anlamı yoxdur. Sonda olsa, yəni sağ tərəfdə olsa bir anlamı var, amma qarşıda olanda yox. Bu da olacaqdır neçə? Burada 4-ün aşağısında 1 yazılıb 4. Burada da 4, 2, 1-in aşağısında 1 yazılıb. Olacaq 4, 7. 4, 7 nədə? 8-lik say sistemində. Fikir versinizsə, baxın, 16-lıqdan da 8-liyə qaydanda biz həqiqətən 4, 7, 8-lik say sistemində almış olduq. Demək olar ki, biz say sistemləri mövzusunu bütünlüklə öyrənmiş olduq. Növbəti videolarda görüşənədək sağ olun.